Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri tərəfindən Tovuzun Əlibəyli kəndində əsir götürülən Ermənistan diversiya qrupunun üzvü Mamiko Xocayanın ailəsi haqqında yeni təfərrüatlar üzə çıxıb. Ermənistan mətbuatına istinadən verilən məlumata görə bu informasiyanı Mamikonun yaşadığı Tavuş rayonunun Verin Karmir kəndinin başçısı Kamu Çobanyan yayıb. Onun sözlərinə görə Mamikonun həyat yoldaşı 55, oğlu isə 35 yaşında ölüb. Onun iki nəvəsi isə Rusiyada avtomobil qəzasında həlak olub. Bir nəvəsi də xəstəlikdən ölüb. Kamu Çobanyan bildirib ki, Mamikonun oğlu onu yaşadığı Rusiyanın Lipetsk şəhərinə aparıb. Ancaq Mamiko oğlunun evindən qaçaraq Moskvaya gedib. Kənd başçısı əlavə edib ki, Mamiko son 5 ildə fiziki əməklə məşğul olmayıb, yəni o, əsir düşən zaman üzüm yığmağa getməyib. Xatırladaq ki, bir neçə gün öncə isə Kamu Çobanyan erməni mediasına müsahibə vermişdi ki, Mamiko əlində vedri üzüm yığmağa gedib. İndi isə onun əvvəl dediyi sözləri inkar etməsi heç də təsadüfi deyil. Sadəcə kənd başçısı əvvəl dediklərini inkar etməklə Mamikonun başdan xarab olmasını dünya mediasına sırmaq istəyir. O ki, qaldı Mamikonun Rusiyada yaşadığı oğlun yanından qaçmasına. Bunun fonunda Ermənistan gizli kəşfiyyatının əl izləri var. Fakt isə faktlığında qalır. Erməni əsir televiziya ilə müsahibəsində erməni kəşfiyyatına işlədiyini etiraf edib. Qeyd edək ki, Mamikonun 3 oğlu, 3 qızı var. O kənddə oğullarından birinin ailəsi ilə yaşayır.